Tbilisidə əslən Gürcüstandan olan görkəmli Azərbaycanlı hərbiçi Vəli bəy Yadigarovun həyat və fəaliyyətinə həsr olunmuş Polkovnik sənədli filminin təqdimatı keçirilib. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Səlnamə Sənədli Filmlər Studiyasının birgə təşkilatçılığı, SOCAR-ın Gürcüstan nümayəndəliyinin və Azərbaycan diasporunun dəstəyi Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin iştirakı ilə baş tutub. Təqdimat tədbiri Azərbaycanın ictimai, siyasi və dövlət xadimi Həsən Həsənovun 85 illik yubileyi çərçivəsində təşkil olunub. Tədbirdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Polkovnik sənədli filminin təkcə bir qəhrəmanın həyatına deyil, həm də Azərbaycan və Gürcüstan xalqlarını birləşdirən tarixi və mənəvi bağlara işıq saldığını bildirib. Daha sonra filmin ideya müəllifi, Azərbaycanın ictimai, siyasi və dövlət xadimi Həsən Həsənov çıxış edərək bildirib ki, polkovnikin ərsəyə gəlməsi Azərbaycan tarixində iz qoymuş şəxsiyyətlərin xatirəsini yaşatmaq, gənc nəslə vətənpərvərlik ruhunu aşılamaq məqsədi daşıyır. Vəli bəy Yadigar Polşada çox məşhurdur, kinodan özünüzdə gördünüz. Mən həm Vəli bəy Yadigar haqqında bu kinonu düzəltdim, həm abidəsini qurdum. İşlədiyim məktəbdə o lövhə göstərdilər, orada lövhəsini qurdum və Polşada çox məşhurlaşdırdım. Gücüm çatan həcmində və Vəli bəy böyük şəxsiyyətdir. Hepsilənirəm ki, Azərbaycanda onu tanıyırlar. Amma indi düşünürəm ki, bu halda ki, bu kino var, mövzu var. Siz də Gürcüstanda yaşayan Azərbaycan ziyalıları bunu gördü, eşitdi. Siz də gərək yayasınız ki, Vəli bəy yaddaşlarınıza həkk olunsun. Qeyd edək ki, filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi Ramil Ələkbərov, operatoru Faiq Kərimov, bəstəkarı Azər Hacələskərli, prodüseri isə Nazim Hüseynovdur. Çəkilişlər Azərbaycan, Gürcüstan və Polşada aparılıb. Film Azərbaycan hərb tarixinin görkəmli nümayəndəsi Vəli bəy Yadigara həsr olunmuşdur. Və sevindirici haldır ki, Polşadan sonra onun vətəni olan Tiflisdə nümayiş oldu. Və bu, mənim açığım deyim sizə ki, filmoqrafiyamda ən üstün yerlərdə duran bir filmdir. Və düşünürəm ki, əslində qalsa Vəli bəy Yadigarov həyatı təkcə sənədi filmlə bitməməlidir. Bu, Azərbaycan cəmiyyəti üçün, ictimaiyyəti üçün əslində qalsa bir bədii film deməli, formatında da həyata keçirilməlidir. Və film 2016-cı ildə ilk dəfə Varşavada, polyak dilində nümayiş olundu və düşünürəm ki, gələcəkdə də bu film və yaxın gələcəkdə əslində qalsa, istəyərəm ki, Gürcü dilinə tərcümə olunsun ki, və təkcə Gürcüstanda yaşayan Azərbaycanlılar deyil və kontingenti biraz genişləndirmək lazım ki, artıq Gürcülər də artıq bu Tiflisdən çıxan böyük bir adamın taleyini və belə deyək ki, fəaliyyətini görsünlər. Eskadron komandiri vəzifəsində çalışmağa başlayıb. Məlumat üçün onu da bildirək ki, film həm Vəli bəy Yadigarovun qəhrəmanlığını, həm də Azərbaycan hərb tarixində və Qafqaz regionunun hərbi siyasi proseslərində onun oynadığı rolu tamaşaçılara təqdim edir.